Və çoxu vaxt görürsən ki, insanların sabit qalmama səbəbi onların haqq yola görə Allaha şükür etməmələrinə görədir. İnsan, əgər bir nemət varsa, ona daima şükür etməlidir. Daima. Misal üçün, o nemətlərdən ən böyüyü Allahın dinidir. İnsanın Allahın dinində olmasıdır. İnsanın təqva əhli, haqq yol əhli olmasıdır. Buna görə çoxlu şükür etmək lazım. Allah Resulü sallallahu aleyhi və səlləmin hər dəfə o duanı təkrarlaması şükürdür onun. Ona olan şükürdür. Ki Allah Resulü sallallahu aleyhi və səlləm həmişə şükür edərdi ki, haqq yoldadır. Ona görə daima şükür etmək lazım. Həmçinin ibadətlərə görə, namaza görə, məhcidə görə, hər hansısa bir Allah Azza və Cəllə hansısa ibadətçi müvəffəq edibsə, ona görə Allaha şükür etmək lazım. Yoxsa insan şükür eləmədiyinə görə və yaxud da o neməti üstün nemət görmədiyinə görə o nemət əlindən qalxır insanın. O nemət gedir insandan. Ona görə daima şükür etmək lazım. Vallahi. Yəni, ən böyük mətləb təvhiddən, la ilahe illallahdan sonra şükürdür. Çünki Allah Azza və Cəllə şeytanın insanları azdırması haqqında xəbər verir ki, o nə deyir? O deyir ki, mən sənin qullarını azdıracağım, sən onları şükür edən görməyəcəksən. Çünki şükür böyük nemətdir. İnsan hər dəfə şükür etdikcə ona olan nemət artır. İnsan haqq yolunun şükrünü etsə, Allah onu haqq yolunu neyəcək? Artıracaq, hidayətini artıracaq. Nə qədər hidayətlər var ki, biz ona möhtacıq. Nə qədər hidayətlər var ki, bizim ona ehtiyacımız var. Misal üçün, o hidayətlərdən insanın Allahın dinini bilməsi, öyrənməsi, elm üzərində addımlaması. Necə ki, böyük alim Allamə İbn Qayyim rahimehullah buyurur ki, el-hidayətu ilə-tariq şeyun vəl-hidayətu fi nəfsi-tariq şey axar. Deyir ki, bir yola hidayət olmaq bir şeydir. Yəni, bir şeydir. Amma deyir, o yolun özünün içində də hidayətlər tapmaq başqa bir şeydir. Ona görə bizim nə qədər bu İslam yolunda, din yolunda nə qədər hidayətlərə ehtiyacımız var.